Qapını çırpıb çıxırlar, evə gec gəlirlər və ya günlərlə evə qayıtmırlar. Bakı və rayonlarda son bir həftə ərzində bir neçə azyaşlının itkin düşməsi ilə bağlı xəbərlər yayıldı. Daha sonra isə bu uşaqların evi tərk etdikləri, kiminin oyuna, kiminin Gəncəyə gəzməyə getdiyi məlum oldu. Valideynlər bəzən bunun sadəcə yeniyetməlik dövrü olduğunu düşünür. Amma bəlkə də bu kömək çağırışlarının siqnallarıdır. Bəs görəsən uşaqların evdən qaçmağına səbəb nədir? Məncə ətraf mühit ola bilər, yəni təhsil ola bilməz, məktəb ola bilməz. Valideyn də bəlkə hardasa sıxır uşağı, amma məncə elə ətraf mühitdir. Uşağın tərbiyəsi ailədən gəlir. Bir də onun ətrafındakı oturub durduğu dostlarından. Bunların təsiri olmasa, heç vaxt uşaq evdən yayınmaz, qaçmaz heç yerə. Valideynlər nasıldır, əlbət uşaqların özü nasıldır? Yetkin yaş çatmayan uşaqlardan söhbət gedirsə, valideyn özü uşağına, evladına nəzarət edə bilər də. Bu uşaq kimdən oturur, kimdən durur, kimdən danışır, hazırlaşıb, hara getmək istəyir, hazırlaşmanın məqsədi nədir? Nəzarətsizlikdir sadəcə, mən belə düşünürəm ki. Valideynlər daha çox uşaqlarını sıxmırlar. Daha çox sıxsalar ya tələb eləsələr, məncə bu cürə hallar olmaz. Olsa da nadir hallarda olar bir şey.